Hər dəfə olduğu kimi təbii ki biz qızıldan danışarıq. Qızıl, yəni bu gün səhər saatlarında alış əməliyyatlarını biz icra etmişik Real Trade kanalında, təbii ki ödənişli siqnal kanalında və artıq biz 3341-i take profit olaraq gözləyirik və hal-hazırdakı vəziyyətdə 3339-dur. 2 dollardan sonra bizim gəlirlərimiz indi bağlanacaq. Yəni bugün sonra növbəti hədəflər nə olacaq? Biz dünən də bu haqda danışmışdıq. Növbəti hədəflər çox yaxın hədəfləri 3344-lər olacaq. Oradan sonraki hədəflər isə 3355-lər, sonra 3364-lər, yəni dönüş nöqtəsi kimi 3367-600-lərdir və maksimum nöqtəsi 3374-lər və 77-lərdir. Bitcoin-ə gəldikdə isə Bitcoin-də, yəni biz dünən də bu haqda söhbət açdıq. Yəni gördüyünüz kimi qrafikdə yəni ardıcıllıq olaraq yəni düzülüb, yəni dəstək xəttini yaddan çıxartmaq olur. Təbii ki yuxarı doğru istiqamətdən davam edəcək, amma 106.984-ləri yaddan çıxartmaq olmaz. Bunu qırarsa satış əməliyyatları gələcək. Əks halda isə 108-300-lərdən sonra yenidən alışlar olacaq. Neftə gəldikdə isə neft, yəni bu çuxurdan canlı qurtarmaz söhbətinə gəldikdə isə biz future spotlarda və deyək ki Brent oil spotlarda alış əməliyyatları 68-70-lərdə nəzərdə tutmuşuq və bundan yuxarı formalaşırsa bugün yəqin ki çox güman ki bugün yüksəlişə doğru imza atar. Dünən axşam saatlarında biz Real Trade kanalında elə də canlı euro dollar, funt dollara alış əməliyyatları və digərlərinə isə dollar, Yaponiya dollar, franka satış əməliyyatlarını verdi. Eləcə də neftə də alış əməliyyatları verdi, qızıla da alış əməliyyatlarını verdi.